Meryem, mən indi sənə suallar verəcəm. Sən o suallara cavab verməklə qardaşlarla səni necə tanıdığını biləcəksən. Başlayaq. Meryem, ən çox hansı yemək sevirsən? Dolma. İndi Meryem haqqında sənə sual edəcəm. Ama çok heyecanlıyım. Başlayaq. Meryem hansı yeməyi sevir? En çok severci. Dolma az sevir o. Aş. Meryem haqqında sual verəcəm sənə. Meryem hansı yeməyi sevir? Meryem en çok qatıqlı yeməkləri xoşlayır. O səndən də Meryem dolmanı sevər. Meryem, ən çox hansı rəngi sevirsən? Maşe. Ən çox hansı rəngi sevir? Rengi sevir. Kırmızıyla pembe olmalı. Meryem'in sevdiği rəng. Qırmızıdır dostlar. Çünki mən arada bir deyirdi ki, mən də qırmızı rəngi sevirəm. Falan şeydir. Ən çox sevdiğin heyvan hansıdır? Pişik. Benim de pişim var. Ninadı. Meryem ən çox hansı heyvan sevir? Hayvan pişik. Heyvanı sevir. Meryem məncə pişik. Çünki pişiyimiz bildiyiniz kimi pişiyimiz Linay var. Onunla çox oynayır. Hansı maşını sevirsən? BMW. Çünkü BMW sınavda gelir. Ən çox sevdiği maşın hansıdır? Nasıl olabilir ki? Mercedes'i seviyorlar. Çünkü biz Mercedes'ten önceden de sağlar. Ama siz bilmezsiniz biz yetmişti onda. Benim Mercedes'i değil ki ben Mercedes'i seçirəm. Ama biz içimiz BMW. Çünki dostlar, ən çox BMW sevir. YouTube'a da baxanda bütün maşınlara baxmır da, ən çox BMW maşınına baxır. Diqqət eləyirəm ona. Meryem, ən çox nədən qorxursan? Sizlerden korkarım. Nədən qorxur? Nereden korkuyor? O bir de sıkılı cücüler gelir böyle. Bak. Deyirlerse attım verir diyecek korkuyor. Şeytandan da korkuyor sağlar. Meryem ən çox nədən qorxur? Dostlar, ən çox mənim düzlərdən qorxur. Çünki dostlar harda düzü gördüsə, ondan qaçır. Meryem, ən çox hansı fəsli sevirsən? Kış. Kar yağır. Meryem ən çox hansı fəsli sevir? O kış. Çünkü en çok kıştı da ben de seviyorum. Çünkü orada arada yağış yağır, arada bir sonra kar yağır da. Gidip oynuyoruz. Meryem ən çox hansı fəsli sevir? Fəslini. Çünki qar topu oynayır. Ən çox qar topu oynayan odur. Qar topuna görə. Meryem, hansı videonu daha çox sevirsən? Tıkkın düştün tıkkın düş. Tıkkın düştün tıkkın düş. Ama pış. Osman pış. Tıkkın düştün tıkkın düş. Alma bış, ozma düş. Dıkkın dışın dıgı dıgı dış. Dıkkın dışın dıgı dıgı dış. Dıkkın dışın dıgı. Meryem ən çox hansı videonu sevir? Hadiye videosudur. Mesela o hadiyede içinde nerseler çıkır. Kokalar zaten o yer. Gözü tat olduğu için tatlar inşallah değişir. Ondan 19 o tatlar verir 10 lira. İşte sen çıxarda. Niyə götürürsən sən də? Götürürəm, şun çıxartda. Çıxartda. Ben senin Dostlar. Ne dalgalar ben de attım. Allah. Senin Meryem'in ən çox sevdiği video hansıdır? Ən çox sevdiyi piknikdir dostlar məndə. Çünki dostlar, orada yemək yeyirik, biz sevinirik. Məryəm çox sevinir. Gözəl oldu piknik elədiyimiz. Arxasında çikolat var. Çikolata çibi. Yiyəsin. Ye.
Yerim seni. Çikolata gibi tatlısın, aşkına kutlasın. Beni sevmeyen annen kıskançlıktan patlasın. Çikolata gibi tatlısın, gel aşkına kutlasın. Beni sevmeyen annen kıskançlıktan patlasın. Çikolata gibi tatlısın, gel aşkına kutlasın. Beni sevmeyen annen kıskançlıktan patlasın. Meryem, en çok hansı içkiyi sevirsən? Portakal sokları. Kompot. Meryem en çok hansı içkini sevir? Kampotu seviyor. Kampotu içiyor. Kampotu çok seviyor. Meryem en çok sevdiği içki hansıdır? En çok sevdiği içki onun sok. Biz de en çok ağzı sok içirdik kızlar. Meryem, en çok hansı oyunu çok sevirsən? Roblox. En çok hansı oyunu sevir? O oyunu seviyor. Brawl Stars. Meryem'in en çok sevdiği oyun hansıdır? Dostlar Brawl Stars. En çok hansı otaqda vaxt keçirirsən? Bana otağında. Size tezlere bakın. En çok hansı otaqda vaxt keçirir? Qonaq otağında uzaq baxın uşaqlar. Burada yemək yeyir, televizor baxır. Ona görə də qonaq otağına çevirdə buranı. Meryem en çok hansı otaqda vaxt keçirir? En çok qonaq otağında dostlar. Çünki mən televizora baxmaq istəyirəm, gəlirəm bura. Bir də görürəm qaça-qaça gedib onu götürür televizora baxır. Keçirir elə bil məndən. Şimşək McQueen olub. Baxım televizora, oturum falan yerdə, baxım televizora yandırım. En çok sevdiğin müğənni hansıdır? Ya. Nerede? Meryem hansı müğənni sevir? Əvvəldən Əncüz mahnısını sevirdi. İndi sevirik aşırı. Çok severiz. O mahnıyı çok severiz. Tanrı gəlibdi o. Oxuyublar. Meryem hansı müğənnini sevir? Dostlar, mənim də Label C5 sevir. Ümumiyyətlə biz hamımız Label C5 sevirik. Mahnılarımız əla olur dostlar. Hansını daha çok sevirsən? Kitap oxumağı yoxsa filmə baxmağı? Kitap okumak da yaşamayı. Meryem kitap oxumağı sevir yoxsa filmə baxmağı? Kitap okumayı sevir ama rəsmləməyi da sevir. Meryem kitap oxumağı sevir yoxsa filmə baxmağı? Kitab oxumaq. Hansı meyvəni daha çox sevirsən? Çağlayı. Meryem en çok hansı meyvəni sevir? Gələk. Meryem'in en çok sevdiği meyve. Armud. En çok hansını sevirsən? Yatmağı yoxsa yeməyi? Yemeği. Çox yemək yeməyi sevir yoxsa yatmağı? Yeməyi. Meryem yemək yeməyi sevir yoxsa yatmağı sevir? Yatmaq. Yo, yemək. Çünki dostlar, məktəb vaxtı o məktəb olmur, o hazırlığa gedir də. O məktəb olmur, məsələn 5-ci gün dururuq. Deyirəm ki, mənim niyə durmusan, məktəb vaxtı olanda duramayasan, get yat deyir, adından ölürəm. Çox tez etdiyin hərəkət hansıdır? Meryem'in gülməli hərəkəti hansıdır? Bu da. Meryem'in en gülməli hərəkəti hansıdır? Ağzımıza əmək. Məsələn, mən bir söz dedim, ağzıma eləyir. Dostlar, belə eləyir. Suallara cavab verdiyin üçün çox sağ ol Meryem. Birimizin tanıyırıq videosunu siz izləyib baxarsınız. Biz də gelib izləyib baxacağıq kim məni çox tanıyıb. Dostlar, kanalımıza abunə olub like atmağı unutmayın. Paylaşıb və bildirimləri də açmağı unutmayın ki, bildirimləri açın ki, hasan video gəldi, sizin də xəbəriniz olsun.
Söhbətimiz görüşürüz. Sağ ol, sağ ol.